Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün aprel ayının 4-ü, həftənin cümə günüdür və vacib bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Belə ki, son günlər Şərirli İsfəndiyar kimi tanınan cəmiyyətdə iş adamı İsfəndiyar Axundovla bağlı xeyli sayda açıqlamalar var və açıqlamalarında İsfəndiyar Axundov bir çox məqamlara toxunur, hansı necə iş adamı olduğu, hansı çətinliklərdən keçdiyi, alimləri necə dəvət elədi, onlara yüksək əmək haqqını necə verdi, bütün bunlarla bağlı açıqlamalar verir və bu cəmiyyətdə çox maraqla qarşılanıb və demək olar ki, gündəm mövzusu olub. Elə bugün yenə də daha bir açıqlama Şərirli İsfəndiyardan var. O Yeni Müsavat qəzetinə, daha doğrusu Müsavat TV-yə açıqlamasında bildirib ki, mənə bugün imkan versələr bütün məscidləri sökərəm, yerində məktəb tikərəm. Bunu iş adamı Şərirli İmtihana rəhbəri İsfəndiyar Axundov demək Yeni Müsavatın efirində deyib. O qeyd edib ki, dindarlara inanmış və niyə inanmır, onun səbəbini doğru da izah etməyib, amma onu bildirib ki, mənə ən böyük zərbəni dindarlar vurub deyə Şərirli İsfəndiyar müsahibəsində qeyd edib.